Deniz Göktaş'ı həbs elədilər. Bir diktator bütün dünyanın gözü qarşısında bir insanı zarafatına görə tutdu və mal kimi də izlədi. Silivri soğukdur zarafatı xeyli ətimizi tökdü. Psixoloji bir sapma necə normallaşdı? Türkiyənin mərkəz sol və mərkəz sağ müxalifəti iqtidarın çəkdiyi qırmızı çizgilər daxilində icazəli müxalifətçilik elədiyi üçün. Bizə dövlət xaini, terror dəstəkçisi deməsinlər qorxusu ilə ən kritik anlarda prinsipləri yox, dövlətin güc aparatını dəstəklədilər. Beləcə bu dəliyə dur deyəcək bir hüquqi və siyasi qalxan qalmır. Bütün institutlar vatan, millət, Sakaryaçıların Erdoğanla əl birliyi sayəsində dağıdılıb. Erdoğan həm də millətçiliyin nəticəsidir. Onu sadəcə siyasi İslamın çiyninə yükləmək olmaz. CHP dövlətin terror ritorikasına təslim oldu, iqtidarın atdığı sərt addımları legitimləşdirdi. Gezidə gənclərin yanında olmadı, dövlətçi dili təkrarladı, Suriya və İraq üçün məclisə gətirilən hərbi əməliyyat qərarnamələrinə içimiz yana-yana bəli deyərək səs verdi və iqtidarın millətçi bazasını gücləndirməsinə şərait yaratdı. O hal elan eləyəndə təkcə FETÖ mənsublarını deyil, solçuları, kürdləri, müxalif jurnalistləri və vətəndaş cəmiyyətini əzən qərarnamələr verməyə başladı. Müxalifət bu oyuna düşdüyünü anlayanda artıq çox gec idi. Erdoğan kürdləri əzəndə buna sustular, solçuları əzəndə sustular, Dəmirtaşa sustular, dövlətin kürdləri əzmək üçün istifadə elədiyi terror dilini reproduksiya elədilər, insanların nifrətini Suriyalı miqrantlara kanalizə elədilər, sağçı, ksenofobik ritorikalara təslim oldular. Yəni, Türkiyədə ifadə azadlığının və hüquq sisteminin indiki vəziyyətə gəlib çatması bir günün işi deyil. Məncə hamı başa düşür ki, Erdoğan seçki ilə getməyəcək. Bu qorxunc bir realdır və insanlar onunla üzləşmək istəmirlər. Amma Erdoğan artıq hamıya dürtür. Türk, Kürd, Laz, Erməni demədən dürtür. Mən inanclı insanlar tanıyıram ki, İslamdan Erdoğana görə üz döndəriblər. Tuz gölündə flamingolar belə Erdoğan üzündən məhv olma təhlükəsi yaşayırlar. Kedilər belə Erdoğan tərəfindən dürtülürlər. Türkiyəli yoldaşların çətin günündə bir yandan da ağlamaq kimi olmasın, amma Erdoğan kiçik qardaşı ilə birləşib Qafqazlarda bizə də dürtür. Onun şirkətləri Laçında bizim işçilərin maaşını vermir. Sorry, sadəcə demək istəyirəm ki, Erdoğan artıq boz ayıların populyasiyasını belə etkiliyor. Durum bu, durum vahim.